Salam dostlar, hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif Azərbaycan iş dəftərindən səhifə 71-dən 78-ə qədər olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmayı unutmayın. Gəlin başlayaq. Ümumiləşdirici təkrar. A. Mətni oxu və tapşırıqları yerinə yetir. Kenguru. Şəkildə gördüyünüz heyvan haqqında belə bir rəvayət var. Avstraliyaya ilk dəfə gələn ingilislər burada qəribə bir heyvan görürlər. Sən demə, o vaxta qədər dünyanın heç bir yerində belə heyvana rast gəlməyiblərmiş. İngilislər bu kisəli heyvanı göstərib yerli sakinlərdən onun adını soruşurlar. Ancaq yerlilər ingilislərin nə dediyini anlamırlar və öz dillərində kenguru deyirlər. Yəni, mən sizi başa düşmürəm. Kenguru sözünü eşidən ingilislər elə bilirlər ki, bu heyvanın adıdır. Onlar bu heyvanı Avropaya kenguru adı ilə tanıdırlar. Yerlilərin dilində mən sizi anlamıram ifadəsi bu qəribə heyvanın adına çevrilmişdir. Keçək suallara. 1. Kengurunun Avropada məhz bu adla tanınmasının səbəbini yaz. Avropalı insanlar bu heyvanı kenguru deyirlər. 2. Hansı ifadə nöqtələrin yerinə uyğundur? B. Yəni beləcə. 3. Kenguru mətninə şərh yaz. Mətninə şərh yaz. Kenguru mətninə şərh yaz. Mətn çox xoşuma gəldi. Mətndən kenguru adlı heyvanın necə yarandığını öyrəndim. Burada belə yaza bilərsiniz. Mətndən kenguru adlı heyvanın adını necə yaranır? Çünki heyvanın yaranması deyil burada, adının yaranması. Adı da yaza bilərsiniz, amma belə də yazsınız, səhv olmayacaq. 4. Mətndə fərqləndirilmiş hansı sözdən sonra vergül işarəsi qoyula bilər? Səbəbini yaz. Baxın, bu sözündən sonra. Bilir, kenguru sözünü eşidən ki, bu heyvanın adıdır. Nə heyvanın adıdır? Bu heyvanın adıdır. Olan kimi müftəda vəzifəsində işləndiyinə görə vergül qoyulur. 5. Mətnə istinad etməklə ingilislərlə yerli sakinlər arasında dialoq qrubu yaz. Yaza bilərsiniz ki, ingilislər soruşurlar 2 nöqtə abzasdan devsinə. Tirə. Bu heyvanın adı nədir? Yerli sakinlər abzasdan 2 nöqtə kenguru və yenə tirə kenguru aydındır. Yox, belə də yaza bilərsiniz. Aydındır, kenguru. Keçək səhifə 72-yə. Keçdik səhifə 72-yə. Dinləmə. 3 mirvari dinləmə mətni əsasında tapşırıqları yerinə yetirin. Gəlin, oxuyaq. 3 mirvari mətni. 3 mirvari qədim zamanlarda Nardaran qalasının qırağında Xəzər dənizinin sahilində tikilmiş bir evdə Piri Baba adlı qoca ilə onun nəvəsi Gülbalı olurdu. Baba və nəvə gün çıxandan gün batana qədər qonşuların bağ-bağatında işləyir, pis yaxşı dolanırdılar. Bir dəfə səhər tezdən yerindən qalxıb həyətə düşən baba və nəvə qum üstündə qəribə ləpirlər gördülər. Bu ləpirlər böyük balıq qulağının izinə oxşayırdı. Piri baba ilə Gülbala bir-birinin üzünə heyrətlə baxıb dinməz söyləməz ləpirlərin izinə düşdülər. Gedib Xəzərin sahilində sal qayaya çatdılar. Gördülər ki, 3 mirvari balıq qulağından çıxıb və qayanın üstündə qərar tutub. Piri baba nəfəsini aldı, nəfəsini dərib incinin birindən soruşdu. Adın nədir, var dövlət? Gülbala babasının ətəyindən tutub dedi. Gəl bunu götürüb evimizi aparaq, bir dəfəlik yoxsulluğun daşını ataq. Piri baba əlini qaldırdı, Gülbalanı səbirli olmağı çağırdı. Qoy o birindən soruşaq deyə qoca ikinciyə tərəf döndü. Sənin adın nədir? Xoşbəxtlik, ay baba.
Ay baba, daha bundan gözəl nə olar? Gülbala sevincdən atılıb düşdü. Gəl xoşbəxtliyi evimizə aparaq, bizim də üzümüz gülsün, həmişə xoşbəxt olaq. Piri baba üçüncü mirvariyə müraciət etdi. Bəs sənin adın nədir? Dostluq, doğruluq. Bax, bala, yapış bundan. Onu özümüzlə aparaq. Niyə ay baba? Quru dostluqdan, doğruluqdan nə çıxar? Dostluq, doğruluq quru, boş bir şeydir, boş şey deyil. Bir gün var dövlət əldən gedə bilər. Piri baba bir neçə tanışın adını çəkdi. Onların necə yoxsullaşdığını, əl açıb diləməyə məcbur olduqlarını dedi. Piri babanın dedikləri Gülbalanın ağlına batdı. O soruşdu. Bəs xoşbəxtlik necə baba? Oğlum, insan nə qədər xoşbəxt olsa da, bir gün qəfil bədbəxtlik baş verib onu çox ağır vəziyyətə sala bilər. Piri baba yenə də tanışlardan bir neçəsinin əvvəlcə xoşbəxt yaşadıqlarından, sonra fəlakətə düşüb bədbəxt olduqlarından danışdı. Babanın gətirdiyi bu misallar nəvəni inandırdı. Gülbala yenə soruşdu. Bəs dostluq, doğruluq necə baba? Dostluq hər zaman sənin karına gələ bilər. Var dövlətini itirib yoxsullaşanda həqiqi dost qolundan yapışar, dayaq olar. Qoymaz ki, sən sən boynuna torba salaraq ona buna əl atıb dilənəsən. Doğru dost son tikəsini də səninlə bölüşər. Sənsiz boğazından bir qurtum su da keçməz. Piri babanın müdrik misallarını diqqətlə dinləyən Gülbala sal qayaya qalxdı. Dostluq, doğruluq incisini götürüb bağrına bastı və aşağı düşdü. Qaça-qaça evlərinə apardı. Yazıb Süleyman Rəhimov. Keçək iş dəftərindəki tapşırıqlara. Bir hekayədəki hadisələr harda baş verir? A. Sahildə. 2. Piri babanın peşəsi nə idi? B. Bağban. 3. Cədvəl tamamla. İncinin adı var dövlət. Gülbalanı götürmək istəməsinin səbəbi. Bir dəfəlik yoxsulluğun daşını ataq. İncinin adı xoşbəxtlik. Gülbalanı götürmək istəməsinin səbəbi. Bizim üzümüz gülsün, həmişə xoşbəxt olar. İncinin adı dostluq. Gülbalanı götürmək istəməsinin səbəbi. Dostluq hər zaman köməyinə gələ bilər. 4. Hansı atalar sözü mətnin ideyasını əks etdirir? B. Dostsuz insan qanadsız quş kimidir. 5. Piri baba xoşbəxtlik və var-dövlət mirvarisini nə üçün seçmədi? Doğru cavabları qeyd et. 1-ci və 4-cü. Gələn var-dövlət bir gün gedər, insan həyatı daim xoşbəxt keçə bilməz. 6. Hansı fikir səhvdir? C. Mirvari və balıq qulağı yaxın mənalı sözlərdir. 7. Sən olsaydın, hansı bir varini seçərdin? Fikrini əsaslandır. Bunu siz yazmalısınız, ancaq mən bir örnək kimi nümunə kimi özümkünü oxuyum. Mən olsaydım, dostluq mirvarisini seçərdim. Çünki dostluq hər zaman köməyimə gələr. Ancaq xoşbəxtliyi seçsəm, bir hadisə baş verər və bədbəxt olaram. Var dövləti seçsəm, bir gün yoxsul ola bilərəm. Dostluq mirvarisini seçsəm, əsl dost hər zaman köməyimə gələr. Keçək səhifə 73-ə. Keçdik səhifə 73-ə. Oxu, informativ mətn. Mətni oxu və tapşırıqları yerinə yetir. Şəki Xan Sarayı. Şəki Xan Sarayı Azərbaycan memarlığının incisi hesab olunur. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Onu Şəki xanı Hüseyn xan tikdirmişdir. Xan Sarayı Şəki xanlarının yay iqamətgahı idi. 17-ci bax, 17 bax bir dəqiqə. Bu 15, 16, 17, 18. 18-ci əsrdə tikilən bu abidə 6 otaq, 4 dəhliz və 2 eyvandan ibarətdir.
İki mərtəbəli sarayın divarları rəsmlərlə bəzədilib. Həmin rəsmlər müxtəlif rəssamlar tərəfindən çəkilmişdir. Onların adları sarayın bir neçə yerində divarlara həkk edilmişdir. Maraqlıdır ki, saray yalnız divarları deyil, tavanı da rəngbərəng naxışlarla örtülüdür. Şəki sarayının ən heyrətamiz cəhəti odur ki, sarayın tikintisində bircə mismardan belə istifadə edilməmişdir. Onun inşa olunduğu ağac və şüşə parçaları böyük ustalıqla bir-birinə geydirilmişdir. Bu zaman nəinki mismar, heç yapışqandan da istifadə olunmamışdır. Bu gün Şəki Xan Sarayı gözəlliyinə, qədimliyinə görə turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Saray dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. 1. Mətndə hansı suala cavab yoxdur? B variantı. Şəki xanının qış sarayı harda yerləşirdi? Çünki bu nə saraydı? Yaydı. Baxın, yay sarayı. Yay iqamətgahı. 2. Mətn məzmunu ilə bağlı hansı fikir doğrudur? C variantı. Sarayın tikintisində mismardan istifadə edilməmişdir. 3. Saray hansı məqsədlə tikilmişdir? B. Xanın yay iqamətgahı kimi. Keçək səhifə 74-ə. 4. Mətn məzmunundan belə bir nəticə çıxarmaq olar. A. Saraydakı divar rəsmlərinin müəllifləri məlumdur. B. Mətndəki məlumatlara əsasən sarayın tikildiyi illəri müəyyən et. B variantı 1761-1762. 6. Mətndə verilmiş hansı məlumatlar aşağıdakı statda ifadə olunan fikri təsdiq edir? Xan sarayı bizə əmin edir ki, hələ 18-ci əsrdə Şəkidə incəsənət inkişaf etmişdi. Nikolay Tixanov 1947. 2 mərtəbəli sarayın divarları rəsmlərlə bəzədilib. Tavanı rəngbərəng naxışlarla örtülüdür. Yəni bu incəsənəti inkişaf eləmişdi. 7. Mətnin giriş hissəsindən əsas hissəsinə keçid olan cümləni seç. B variantı. Bu saray hansı memarlıq xüsusiyyətlərinə görə bu qədər məşhurdur? 8. Hansı ifadə olunan sonluq hissənin əvvəlinə artırıla bilər? C variantı. Son olaraq deyə bilərik ki, 9. Mətni yazmaqda müəllifin əsas məqsədi nədir? B variantı. Sarayın özünə məxsus memarlıq xüsusiyyətləri haqqında məlumat vermək. 10. Mətnin məzmununu 2 cümlə ilə ifadə et. Mətn Şəki Xan Sarayının memarlıq xüsusiyyətləri haqqında məlumat verir. Burada sarayın tikilmə məqsədi, tarixi və istifadəsindən də bəhs edilir. Keçək səhifə 75. Oxu. Bədii mətn. Mətni oxu və tapşırıqları yerinə yetir. Səxavətli ağac. Meşədə qollu budaqlı alma ağacı vardı. Balaca bir oğlan hər gün gəlib ağaca dırmaşır, alma yeyir, budaqlarında yellənirdi. Yorulanda da ağacın kölgəsində yuxuya gedirdi. Alma ağacı bu balacaya öyrəşmişdi. Hər dəfə onu görəndə çox xoşbəxt olurdu. Amma vaxt keçir, oğlan böyüyürdü. Alma ağacı günlərini daha çox təklikdə keçirməli olurdu. Bir gün oğlan gələndə ağac ona dedi, gəl oğlan, budaqlarımda yellən, almalarımdan ye. Mən artıq böyümüşəm. İndi başqa əyləncələr arzusundayım. Amma bunun üçün pul lazımdır. Mənim pulum yoxdur. İstəyirsən almalarımı dər, apar, şəhərdə sat. Oğlan ağaca dırmaşıb bütün almaları dərdi və apardı. Alma ağacı dostunun işinə yaradığı üçün çox xoşbəxt idi.
Bundan sonra oğlan xeyli müddət meşəyə gəlmədi. Alma ağacı dərdqəm içində idi. Bir gün oğlan gələndə o sevinclə qışqırdı. Sən hardaydın oğlan? Mən sənin üçün çox darıxmışdım. Eh, mən nə hayda, sən nə hayda. Yaşım keçir, istəyirəm ailəm olsun. Bunun üçün ev lazımdır. Mənimsə evim yoxdur. Mən çox istərdim sənə kömək edim. Gəl belə edək. Budaqlarımı kəs, apar özünə, ev tik və xoşbəxt ol. Oğlan alma ağacının iri budaqlarını kəsib apardı və özünə ev tikdi. Alma ağacı da bir müddət özünü xoşbəxt hiss elədi. Aylar, illər keçdi. Bir gün yenə dostu gəlib çıxdı. O artıq yaşlı kişi idi. Alma ağacı sevinclə dilləndi. Gəl bura dostum, mənimlə oyna. Bunun üçün mən çox yaşlıyam. Oynamağa halım yoxdur. İndi bir qayıq düzəldib səyahətə çıxmaq istəyirəm. Amma qayığım yoxdur. Mənim gövdəmi kəs, sözünə qayıq düzəlt. Sən o qayıqla çox uzaqlara üzə bilərsən. Kişi alma ağacının gövdəsini kəsdi, qayıq düzəltdi və səyahətə çıxdı. Alma ağacı isə buna inanmaq çətin olsa da çox xoşbəxt idi. Xeyli vaxt keçdi və kişi yenə alma ağacının yanına gəldi. Onun saçları ağarmışdı, güclə yeriyirdi. Ağac onun halına yandı. Səni belə görmək mənim üçün çox ağırdır, dostum. Amma sənə heç nə verə bilmirəm. Nə yeməyə almalarım var, nə eləməyə budaqlarım. Heç gövdəm də yoxdur ki, dırmaşasan. Çox istərdim sənə kömək edim, heç nəyim qalmayıb. Mən indi yalnız qoca bir kötüyəm. Bağışla. Keçək 76-ya və mətnin davamını oxuyaq. Mən yuxarı dırmaşmaq üçün də çox qocayam. Ağzımda dişim də qalmayıb ki, alma yeyim. Bütün yaxınlarım məni tərk edə bilər. Mənə indi heç nə lazım deyil. Sadəcə sakit və rahat bir yer axtarıram ki, oturub dincəlim. Neynək? Qoca kötü elə buna daha çox yarayar. Gəl bura dostum, otur və dincəl. Qoca belə də etdi və alma ağacı yenə çox xoşbəxt idi. Yazıb Shel Silverstein. 1. Oğlanın istəklərini yerinə yetirmək üçün alma ağacı nə təklif etdi? Cümlələri tamamla. Oğlana pul lazım idi. Meyvələrini təklif etdi. Oğlan evlənmək istirdi. Budaqlarını təklif etdi. Səyahətə çıxmaq üçün oğlana qayıq lazım idi. Gövdəsini təklif etdi. 2. Nöqtələrin yerinə verilmiş sözlərə uyğun gələni yaz və cümlələri tamamla. Ağac fədakar idi, çünki dostunun xoşbəxt olması üçün çalışırdı. Oğlan egoist idi, çünki öz xoşbəxtliyini düşünürdü. 3. Mətndə hansı obraz şəxsləndirilib? Alma ağacı. 4. Mətni başqa cür adlandırsaydın, hansı başlığı seçərdin? B variantı təmənnasız dostluq. Keçirik səhifə 77-yə. Keçdik səhifə 77-yə. Dil qaydaları 1. Sözlərdən biri səhv yazılıb. B variantı tərbiyə. Tərbiyə 2 y ilə yox, 1 y ilə yazılıb. 2. Hansı cümlədəki fərqləndirilmiş ifadə aldatmaq, yalan danışmaq mənasında işlənib? C. Hayku ilə danışmağından bilinirdi ki, o, insanların gözünə kül üfürür. 3. Azaltma dərəcəsində olan sifətləri müəyyən et. C variantı 1 və 4. Sarımtıl da azaltma dərəcəsindədir, açıq sarıda. E yaşıl. 4. Hansı sırada hər iki söz zərfdir? A. Səhər çağı dünən.
B. Biri işarə əvəzliyi deyil. B. Siz. Siz şəxs əvəzliyidir. 6. Sözlərdən biri düzgün yazılıb. B. Pambıq. 7. Birləşmələrdən birində yaxşı sözü zərf deyil. C. Yaxşı adam. 8. Verilənlər içərisində ismin hansı halında işlənmiş söz yoxdur? B. Yönlük halda yoxdur. 9. Hansı şəkilçi haqq sözünü artırılsa, sondakı qoşa samitlərdən biri ixtisar olunur. Yəni, biri ləğv olar, gedər. Yəni, haqq sözündə 2 q var və yəni bir dənə q var. Haqlı. Haqqım deyirsiniz, haqqa deyirsiniz, haqlı deyirsiniz, haqqılı demirsiniz. Haqqınız deyirsiniz. Yəni, haqlı deyirsiniz, haqqılı demirsiniz. 10. Hansı cümlədə Azərbaycan sözü yerli halda olmalıdır? A. Azərbaycan mərd oğullar var. Azərbaycanlı mərd oğullar var olur burada. Azərbaycanı tanıdaq burada olur. Azərbaycana turistlər gəlir burada A olur. Azərbaycanda yarışlar keçirilir. Burada da olur və bu da yerli yalın şəkilçisidir. Ona görə D variantı. Keçək səhifə 78-ə. Keçdik səhifə 78-ə. 11. Hansı bənddə azaltma dərəcəli sifət bitişik yazılmalıdır? A. Boz təhər. 12. Düzgün yazılmış sözü müəyyən et. B. Qəhrəman. 13. Hansı sözlər cümlənin nisbi xəbəri ola bilməz? D. 2, 4. 14. Mavi sular sahildəki qayaları dənizləridir cümləsində hansı ikinci dərəcəli üzvlər xəbərə aiddir? İkinci, yəni birinci mübtəda və xəbəri baxaq. Mübtəda sular döyəcləri yerdir, xəbərdir. Və burada qayaları döyəcləri idi. Sular deyil burada. Yəni ikinci dərəcəli bu sular, qayalar suya aid deyil, döyəclər yerdiyə aiddir. Nələri döyəclərdir? Qayaları. Yəni burada qayalar sözünə aid. İkinci dərəcəli üzv xəbərə aiddir. 15. Sözlərdən biri düzgün yazılıb, C. Şərait. Əli açıq deyil, əli açıqdır, əli açıq və əli açıqdır. B-də daimi deyil, daimidir. D-də stadion deyil, stadiondur. 16. Hansı cümlədə o əvəzlikdən sonra verilib qoyulmalıdır? C. O səliqə səhman yaratdı. 17. Cümlələrdən birində doğru işarəsi, durğu işarəsi fikrin bitmədiyini bildirir. B. Mən sənə çox güvənirəm, amma sən... Burada 3 nöqtə qoydum. Ona görə də fikrin bitmədiyini bildirir. Nöqtə, sual və nida isə cümlənin bitdiyini bildirir. Belə dostlar, bu gün nəsildir. Tapşırıqlarını yerinə yetirib və kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.